Mən sizə sual verəcəyim də, verəcəyik. Hürmətli Vahid, biz istəyirik siz öz yaradıcılığınızla dinləyicilərimizi qısaca da olsa tanış eləyəsiniz. Hansı ildən yazmağa başlamışsınız? İlk qəzəllərinizdən bir neçəsini nümunə üçün oxuyasınız. Mən bu yadıma gələnlərdən uşaqdım. Onu anlayıram ki, 1914 bu aralarda mən şeirə başlamışam. Tarixdə də 14-dən yazdırmışam. Orada mənim indi düşdü yadıma ki, bir qəzəlim vardı, dün ibtida nedimsə, o düşdü yadıma ki, İlahi tabiyəm eşqə, məni hifzət bəlalərdən, sənə ərz eyliyim ya Rəbb, bu yarin axvalərdən. Əfsus ki, sözün dalı yadımdan çıxır. Bu ara beytlər sıra ilə gəlir axı. Çox çətin qafiyədə bu qabillərdən deyiblər bunlardan çox. Amma mən də demişəm uşaqdım da. Sonra ayağında demişəm ki, sənə ağır olsun ey vahid. Diliyinə yarın allandın. Gəlibdir başı və 100 min bəla bu aşinalardır. Bunları gerek, bunlara hiç yazılmıyor. Ne bir kitapta, ne bir şeyde. Defterlerde de inan giren belki hiç olmuyor. Ben yazmıyorum bir şeyi. O kadar itip gidip benim şehirlerim, kitabım geldiğinde. İtip gidip yazmışam. Vermişim sana. Ya bir nefere, benden gelip xahiş edip indi de o adet var elemende. Diyorsun ki yazıram. O mat mənə pul verir o. Adəti mənə oldu vaxtıyla. Bir qəzəl, bir şeir yazıb vermişəm ona, çıxıb gedib. O mat məndə qalıb, şeir onda qalıb. O şeirdən istifadə edeyim, mən də o matdan. Belə oldu, eyvatım. Hürmetli şairimiz Əli Vahid yazdığı bir çox qəzəllərdə keçmiş şairlərimizdən, daha doğrusu Füzuli və Seyyid Əzim yaradıcılığının pərəstişkarlarından sayılan Meşədi Azər, Mirzə Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Əbdülxalıq Yusif, Haşim Bək Saqib və Həsən Səyyarın adlarını xüsusi ehtiramla qeyd etmiş, hətta bir qəzəlində Meşədi Azəri özünün böyük ustadı kimi qələmə vermişdir. Dedi ol yar mənə dəftərimiz evdə qalıb, eşqə dair yazılan sözlərimiz evdə qalıb. Naz ilə, qaşgöz ilə can alırıq aşiqdən, ev yıxan, qan axıdan xəncərimiz evdə qalıb. Bu gözəllik ilə ki biz naz ilə min can alırıq, hələ bizdən də gözəl dilbərimiz evdə qalıb. Hələ mən vahidiyəm Azərbaycanımızın, ateşi eşqə yanan Azərimiz evdə qalıb. Vaxtilə Əliya Vahid bu şairlərlə müxtəlif meclislərdə üz-üzə oturub qafiyələşmiş, bir-birinə nezirə yazmışlar. Xahiş edirəm bu maraqlı yaradıcılıq görüşlərindən yadınızda qalan bəzi xatirələrinizi bizə danışasınız. Olur. Ağadaş Müniri gildə demişik. Qeyri-qeyri şairlərdə, bizə Azərgildə, Azər rəhmətli bizim üçünə düşərə pişdirərdi. Özləyərdi, nə istirsiniz də? Gəldik düşərə pişir. Gedərdik, oraya yığılardıq 5-6 adam. Orada deyərdik qafiyəni. Biz deyəm ki, Həsən Səyyar bir dəfə qeyddi ki, bir qafiyədə deyək ki, heç deyilməyib. Tez əl üstü qafiyəni mən tutdum ki, kimdir ki, ləli nabı və çox sər deyilməyib. Mehri cəmalı və mehi ənvər deyilməyib. 100 dəfə zikr olunsa kəlamı xoşum gəlir. Heç bir kəlamı bunca mükərrər deyilməyib. Sonra var yadımda yoxdur. Cananı ərz edirlər Seyyari Vahidi, odlara talihi yanan Azər deyilməyib.
Bunu meclisdə demişəm mən. Azərgilin evində. Belə oldu ki, mən dedim onu, bunlar demədilər. Özü tez deyənəm də, qoymaram bir adam məndən qaba keçdi. O, əştərxanatlar kimi, hələ xasiyyətim elədim. Qələm ki, keçdi əlimə, mən o şeyi gerək tez bitirəm. 1 saatlıq işi 10 dağda görənəm. Ona deyirdi, Mirzə Talıq Yusuf deyərdi ki, sən təbbin büyüdür. Dedim, mən də gülürdüm, ne için ay Mirzə? Dedi, ona görə ki, səninlə bacarmaq olmur. Gəlirik bədayətən bir yerdə əyləşərdik, 5-6 adam bir qafiyədə söz deyirik. O qafiyədə mən tez tutarırdım hamına. Tez tutarandan sonra məni oxutdururdular, əl vururdular mənim üçün. Ki, sağ ol yine, sağ olsun vahid, daha özləri oxumurdu. Nə oxusun onun üstünə? Bəzən olub ki, onlar da sizə cavab veriblər. Hə, veriblər. Onlardan yadınızda qalan yoxdur. Siz dediniz, onlar da sizə cavab verir o qafiyələrdə. Var, olub, yadımdan çıxıb ən çox. Çox təəssüflə, olsaydı lap yaxşı olardı. Çünki bu yaradıcı, bayağı siz danışsınız Meşədə Azərdən. Ondan söhbətiniz verir. Çünki onu siz ustad kimi qeyd edirsiniz. Bilən, bəlkə o Azərin nə olan dostluğunuzdan, yaradıcılıq görüşünüzdən biraz belə söhbət eləyəsiniz. Bayağı danışır, dediniz ki, apardı məni rollar. Ya, onu mən deyə bilirəm ki, Seyzərgərgilin evindeydim mən. Bəli. Girdim içeri, salam verəcərik, salam gördüm bir tane kişi, bir zorba, hündür kişidir. Dağıstanlıya oxşayır. Sonra Seyzərgər mənə dedi ki, tanış ol yine, Azər Əfəndi ilə. Mən də adını eşitmişdim, yüzünü görməmişdim. Verdim, Azərə dedi ki, Azər Əfəndi tanış olun, bu da milsiz şairlərdəndir. Azər dedi ona ki, necə olub deyirəm ha. Milli də var. O cavab verə bilmədi. Sonra özü deyən kimi Azər məni orada belə saymırmış, ələ salan kimiymiş ürəyində. Əvvəllər, iftidada ki, mənə şeir oxudururdu, qoçaq oxu şeirlərindən. Mən də ona dedim ki, sənin canısı vallahi. Dedim ki, sizin huzurunuzda mən də oxuya biləcəyim. Dedi, yox, oxu yenə, bu öz yerə böyük sözmə. Nətər şeirlərdir, onlar birini yadınıza salın. Bu saat, sağ. O burada lazımdır. O qəzəl buydu ki, tökmüş o şuh mehriz-i zülf-i siyahini, güya ki gizledib tələk əbrisrə mani. Bu əlində kitabda da var. Barakallah qoçaq, bu deyirdi mənə. Mən də bəzilərdə içərdə fikirləşirdim ki, bu məni əyə salır. Demək, bu yazıq elə qoçağı doğrudan deyirmiş. Başa düşsən, mən elə bilirdim ki, məni əyə salır. Mən sözlərim şey deyil. Sonra yan görüm Allah. Qeyri qəzəllərimdən oxudum, məncə qəzəl yadımdan çıxıb deyərəm vaxtı ilə sizə. Onu oxudum. Barakallah, sağ ol, belə dedi. Müxtəsəri çox şeylər oxundu, söhbət elədik, o yan bu yan. Sonra bu gedəcək idi. Dedi, mən mətbuata gedirəm. Mətbuatı da anlamıram, mən mətbuat nə deməkdir? Qərəz başa düşdüm ki, Orucun mətbəəsinə getmək istəyir bu. Mətbuat deyə əvvəl düşünmədim mənasını. Sonra bilməm, Seyzərgərlə danışdılar. Xudafizləşəndə dedi ki, gedirəm Orucun mətbəəsinə.
Onda ben anladım ki oraya gelir. Bayrağa çıkanda ben de Azer'le beraber çıktım. Biraz söhbət eləyəyə. Dedi gedək səni orada tanış eləyim, tapşırım. Sən şeirlər yaz günə. Sən yaxşı şair olacaqsan. Nə yaxşı yazmışsan. Belə həmi indi anlayıram ki, məni həvəsləndirirdi. Həm də elə düzündük kişiyə. Getdik ora mətbəyə də Sabirin heykəli olan yer. Ora mətbəyə idi. Girdik içəri. Gördük Yüzat Seyid Sadık Seyid Hüseyin, Mir Hüseyin de. Seyid Hüseyin. Seyid Hüseyin. Seyid Hüseyin deyib Ruhullah Axund bunlar. Vardı neçə adam, onları da tanımadım kimlərdi. Vardı belə. Bu Azər onlara tapşırdı ki, bu Şadan Miqoton, bu şeir zad yazdı, bırakın bunu çap eləyin. Mən də söyündüm. Şeir nə olduğunu yaxşı bilmirdim. Şeirdir. Mən bilmirdim şeir yaxşı nə deməkdir. Qərəz bayrağa çıxanda vəzit vardı Azərin əlində. Oxudum həmçinin dağ və saat bu qafiyədə. Mən də səhər bir gecə ilə getdim evimizə. O qafiyədə bir şeir yazdım İqbal qəzisində. Səhəri çıxdı. Həmin zatdan onun tarixi bilinər. Nə günü idi, nə günü döyürdü. İqbal qəzisində mənim şeirim olan günü bir gün qabaq Azərlə tanış olmuşum. O şeirin yadınızda qalan hissəsi var şeirdə. Olmadım bəsə ya Rəbb, bu vətən mülkündə şah. Ömrüm eksildi günü gündən qəmim oldu ziya. Bir vefa gördüm kimə dünyada etdim etimad. Qəzatda vardı, qəzətdə var bu sözdə. Sən öz dilinizlə deyirsən. Onun hamısını bilmirəm. Ya, bir neçəsini də deyəm. Elə burayıcan da bilirəm. İqbal qəzətində çıxıb mənim. İqbalda. İqbal qəzətində. Dal yadınızda deyil? Yox. Sonra hansı şeiriniz çıxıb o qəzətdə? Yadınızda qalan qəzəldən ya şeirdən? Belə kiçik nümunə də olsa. Kiçik nümunə çoxdur, alsın mən olarım. Birini hansı bir, o İqbalda ki çıxıb qəzətlərdə? İqbal. Belə qəzetlər var ki, qəzət var ki, orada bir dənə cəmi şeirin çıxır. Amma hələsi var, məsələn, 20-də 30-dan çıxır. Heç olmasa birinin yadınızda qalanından ki... Bu dəqiqə o 20-30-dan yarım dana qalmıyor, o bir dana da yadından çıxır. Sözün düzdə. Deyəndə ki, necə olsa ilk şeirlərdir. İndi bu ibtidadır. Mən hələ anlayıram. Bu bir günlük şeydir, bu velik okyandır. Bu gərək deyilsin, əzbərənsin, hazırlaşın, gəlin mən bura. Bütün yerində indi bura gələndə? Bura gələndə mən gərək hazır olayım. Mən heç nə bilmirəm. Onda onlardan biraz hazırlarsın, qeydlərsən özündə. Bax, odur ha. Onu sonra demək ki, şeyləri. Bu çağaza məni neçə yerə aparıb, çağırıblar, gedməmişəm. İndi necə olub burada? Gəlmişəm, sənə caş doğrudur. Sən Məhməd Arif, mənə adam veriblər ki, deyim, əhvalatı söhbət eləyir. Zat arası qeyrisi də bu ədəbiyyat, Azərneş, neçə adamlar veriblər ki, mənə köməklik eləsin, sizi kimi erişsin yanımda. Mən deyim, Məhməd Ağa var burada. Sultanov. Adam qoşdu mənə, aylarla yazıq düşü dalımca. Yaza bilmədim. Bizimki nə yaptı da burada? Anlayırım, hə? Necə olur ki, bura mən gəldim. Sən gəl qüvvə-i cəzb olsa gətirirəm, necə gəlməz? Gəl qüvvə-i cəzb olmasa gəlsə, necə gəlməz? Cəzb eləmişik. Biraz dinləyicilərimizə bəlkə bu, sizin o Cəfər Cabbarlının o vaxtda yaxın olmuşsunuz. Yaxın olmuş. Onun yadı qalan Cəfər Cabbarlının bəlkə yaradıcılıq xatirlərinə. Yox, sıra ilə gəlib çatacaq. Hələ indi birdən-birə mən keçim Cəfəri üstə. Cəfər yaxşı şairdir. Həm şairliği vardı, həm də ədibdir.
Tamam bilirsiniz. Düzdür. Yox, sizin onunla necə əlaqəniz olub, bilər? Əlaqəmiz yoldaşdır. Şeirləşmişsinmi, bəlkə onunla ola bilsin, Vahidlərlə? Zərafatcan. Zərafatcan şeirləşirdi gələ, ömrüyünə falan. Ancaq ki, daha o resmi yox, resmi yox diyebiliriz. Səməd Vurğunla necə görsün? Səməd də onun kimi. O gənə deyirdi, bir qafiyənin dalını, Səməd də deyirdi, gec deyirdi. Ama o tez deyirdi biraz, çünki biz yine gezib. Zaten məndən, Cəfər məndən 5 gün, 5 il kiçikdi. 5 yaş. Səməd 10 yaş. Mən istəyirəm ki, bunu danışın, ancaq ki, biraz mənim üçün yaxşı, əksiyini getirir. Bunu deyəcəyim, burada söhbət eləyim. Bir gün Həsən Səyyar vardı, bu tanıyır. Buna bax. Bu zat səhər-səhər başımız ağrıyır. Dedim, gedək zəbə. Pulumuz yoxdur da. Gedək Məmmədəli Sidqinin yanına, ordu vaxtı. Yaxşı adamdı, Allah rəhmət eləsin. Getdi, gördü ki, heç kəs yoxdur, komünist sabah saat 10'acan. Bir daha gələn yoxdur. Bir vəli ömrü rəhmətli Cəfər gəlir. Cəfər, keyfim oldu kök. İndi bununla 3 manat alırıq. 3 manat da, indi məndən nə da puldur. Bir dana 3 manat şeylik alacaqdı ömrümüzə həmdə. O görünəcəyim şey, 3 manat şeylik. İnsan qeyri-qeyri şeylər yemək, sonra qeyri tavuk üstü. Yaxşı idi, deməli 20 manat, 25. İndiki bundan 50 manat, 100 manat ələrdi. Daha da çox. O 3 manat. Sonra dedim Cəfər qardaşım, 3 manat ver bizə. Salam ələkimdən sonra düzünlüyün 3 manat. Dedim ki, ikisimiz də xumarıq, gedəcək, başımızı düzəlməyə. Dedi ki, neyin üstüz biraz diyan onun saat 3 olar. Sonra xanım məndən nə pişirib? Öydə hər şey var. Doğrudan elə Cəfər Cabarlı öydə qonaqlıq verəndi. Şeydə, barda, restoranda yox. Onu xəssətdi gör. Bu onun düz adına. Doktor zəri vermədi. Mən də əl çəkmədim. Qapı ağzındayıq, komünistin köyündə də çəkçəyini üzülürdü. Bu çıxdı baş yuxarı, biz də mondalıcı. Doktor zəri olan bir an, axırın bunu mən də daydət elədim. Dedi ki, filan qafiyə deyin, əgər deyə bilsən, verəcəyim. Deyə bilməsən, yox. Hələ də sənin cansın dedim ki, ay Cəfər, bilirsə Həzreti İsa gəlsə də mən deyəcəyim ki, o da Həsən, çıxart kağızı, mən də kağıtı versən Seyyar. Rəhmətli o da çıxartdı qələmi kağızı, dedim, deyəsin. Qafiyesi budur ki, meydanına Allah sağlasın. Sən hər yanından Allah sağlasın, dövranından Allah sağlasın, budur qafiyesi. Zımada Həsən yaz ora zalimin qabağı, zalim məzlum deyirdilər. Zalimin zülmü firavanından Allah sağlasın. Acizin də əfqanından Allah sağlasın. Qoy ədu haqsızlığın göstərsin, etsin zülmini. Həzreti Haqqın da divanından Allah sağlasın. Cəfərin xoşuna gəlir. O deyəndə əlini atdı cibinə, portmanı çıxartdı. Bir dənə ağ kerivan başladı bizə. 3 manatı, 1 saat, 2 saatı verməyən oğlan. İndi bir dənə 10'luq verdi. O beləncik. Bunu indi danışırım özüm üçün ki. Xəbərim yox, özümdə xəstə var. Buradan başlayalım, bilməm. Bilməm bu nazənin kimin istəyliyarıdır. Ya hansı bəxtiyarlərin bəxtiyarıdır. Açdıqca gül cəmalini ellər fərəhlənir. Güya gözəllik aləminin nuvharıdır.
Dünya bu nazenin melekin həsretin çekir. Xəlqin sevimli afeti hem şehriyarıdır. Yüz defa yansaq eşq oduna korku bilmelik. Çünkü diyarımız bizim odlar diyarıdır. Korku bilmelik bizim. Bir vaxt secdegah idi ateşperestlere, Şehri Seba ki merkezi derya kenarıdır. Kan etme sahi bağrımızı bade tez getir. Doldur qədəhləri gecemiz keş diyarıdır. Her kim deyirsə sevme bu rəna gözəlləri, bilmir ki sevgi alem bir ihtiyarıdır. Adam ihtiyarı özünde değil ki. Bir gün gelir ki ben giderim, xalq söyleyer, biçare vaidin bu gazel yan diyarıdır. Üzü böyle söylere bakın açı var. Bakırım. Ay sonra yüreğin okuyun. Diyari eşke sultanem, belalar çok çekip başım, celal-ı şevketim qəmdir, hücum-i dert ferraşım, ömürlerdir akar kuyinde yarın, kanlı gözyaşım, değilsen çoktan ey yerdun cahan seyrinde yoldaşım, nolakam olsa qəddün, senden artıldır benim yaşım. Kafiyelere fikir ver. Hiyal-ı gören bir bülbülen, gülzar eşk içre, yakar gülzarın alem, ateşzar eşk içre, məni sövdayı həsrətdür yıxan, azar eşk içre, terazuyi eyari möhnedem, bazar eşk içre, dolu verdim gözümün daşı her saatte yer başım. Azar hamsısını getirmişim onları. Bicli biliyor. Görüp rüsvalığım eşkinde yarın tən eder her kim. Belalar çekmeye güya məni çərx eylemiş təhkim. Ferekten başıma taşlar yağar, kılmadılar terkim. Sirişkim ağır, bağrım bağrı bir kuhi belayem kim, hemişe lale ve laliyle rengindir, içim taşım, içerim bayrım. Hayatı aşıkın, eşk olmasa efsane bir rüya, rüyaya görünen yamsı yığınan, mehabbettir, fakat hecmürdeler kalbini eden ehya kalbini eden ehya bir dokusun mehabbet. Hayatı aşıkın eşk olmasa efsane bir rüya mehabbettir fakat hecmürdeler kalbini eden ehya beni aşık doğup koynunda yalnız beslemiş dünya. Hayatı olan bir məni. Mənəm manəndi bir divanı suret bağlamaz güya. Kalem sındı tesvirim, kalem sındırdı tesvirim, çekenden sonra nakkavşım. Sevinci, köğlümün yar ettiği gəhri qəzəbdəndir. Vefada sabit olmak, aşığa əsli nesebdendir. Cefaya dözmemek vahid, dimer resmi edebdendir. Füzuli, havzini genci vefayem ol sebeptendir. Güherler töktü israfiyle bul çeşmi güher başım. İsrafiyle getirip böyle yaz. Adam adı böyle burada. Bunu birisi kimdi o? Getirip verirler Müştak var abi Mirza Müştak. Müştak ha. Gücün birinin ne şehir bilir ne. Hayvancağız. Soldan geliyor. Her yer. Delici. Bir de. Bunu sen de Böyle bir. akıllıca.
Hörmətli biraz, mən tavsiyəcəyəm. Hörmətli Vahid, biz sizi bugün çox incitdik. Bugünkü çıxışınız üçün çox sağ olun. Yaxın günlərdə yenə sizinlə görüşüb, söhbətimizi davam etdirəcəyik. Çox sağ olun. Siz də sağ olun özəyim. Mənə bir əziyyət olmayıb. Mənim hələ fəxrimdir. Bugün mən bura gəlmişəm. Mən bura gəlməsəm sonra ölüb gedəcəyəm də. Allah vicdan haqqı. Ayağınızı bura qoymaz. Çox sağ olun. Birdən xəstədir. Çox sağ olun. Siz də sağ olun.